biraz gözünü istəyirsiniz. Başka kardan yazıyorlar. Seçim başka yazmışlar ki buraxılış imkanı. Aslında yazarlar deyəsən. Ramazan. Mən arada barmaq ölmək lazım. Burada yazalım. Salam herkese. Bugünkü canlı yayınımızda buraxılış imkana gedən abituriyentlər dəstək xarakterli olaraq əvvəlki illərin buraxılış imkanlarına düşmüş sınavların, yəni testlərin bəzi suallarını izah edəcəm. Deməli, test 34 02 mart 2025-ci ildə düşmüş imtahan sualları olacaq. Burada bəzi suallarımı seçmişəm, onları xüsusi olaraq izah edəcəm. Siz də elə mənatarları qeyd edə bilərsiniz özünüz. Deməli, burada belə bir sual var. Deyir ki, ABCD trapesiyası verildi bizə. Seyye parçası deyir ki, bu trapesiyanın rom və düzbucaqlı üçbucağa ayırır. Burada bir seyye parçası var. Seyye parçası deyir ki, bu trapesiyanı rom və düzbucaqlı üçbucağa ayırır. Yəni bu bucaq nədir? 90 dərəcədir. Və A, B, C, Y nədir? Rom. Bizə verilib AB bərabərdir 6, CD bərabərdir 8. Sonra bizə nəyi soruşur? ABCD rombun perimetri soruşur. ABC, trapesiyanın perimetri soruşur. ABCD bərabərdir sual. Deməli, romb olduğuna görə biz bilirik ki, rombun bütün tərəfləri nədir? Bərabər. O zaman bax, burada 6, burada 6, burada nə oldu? 6 oldu. Bəli, 90 dərəcə olduğuna görə 6, 8 Pifaqor ədədləridir. Pifaqor teoreminə görə də DY nə qədər olacaqdır? 10. Trapesiyanın bütün tərəflərini tapdıq. O zaman perimetri nəyə bərabər olacaqdır? 6 üstəgəl 8, üstəgəl 6, bir dənə də necə? 16. Bunları toplayacaqsınız. Daha o hesablama işlərini özləri görəcəklər. Bu tərəf görsənir, görəsən. Biraz arxayacaq. Çox, yəni hər sual gözləməyəcəm. Biz sonra canlı seyv edəcəm. Kim istəsə sonra izləyə bilər. Belə bir sual verilib. Deyir ki, fx bərabərdir 4də 1 vurulsun x üstəgəl 4-ün mötərizə kvadratı üstəgəl 3 gx də bərabərdir gx-i vermir. Deyir ki, fx və gx funksiyaları qrafikləri koordinat başlanğına nəzərən simmetrik olarsa AB üstəgəl CD məsafəsini tapın. Grafiklərdə çəkək. Deməli, -4, 3 nöqtəsindən keçir. -4, bu da ki, 3'dür. Bu fx funksiyasının grafikidir. Və gx funksiyasının grafiki fx nədir ki, koordinat başlanğıca nəzərən simmetrikdir. Koordinat başlanğıca nəzərən simmetrikdirsə, aydın məsələdir ki, burada parabolanın qolları yuxarıdırsa, orada parabolanın qolları nə olacaqdır? Aşağı olacaqdır. Təpə nöqtəsinin koordinatları burada nə verilir? -4 və 3. O zaman orada nə olacaqdır? Müsbət 4, -3 olacaqdır. Belə. Buradan gəlib və keçir. Təqribən belə bir şey. Belə bir parabola gəlir, keçir. Bu da ki, gx funksiyasının grafikidir. Bu D nöqtəsidir. Bu da ki, C nöqtəsidir. Bizdən nəyi soruşur? Bizdən AB üstəgəl CD, bu da ki, A nöqtəsidir. Bizdən AB üstəgəlinsin CD məsafəsini soruşur. AB üstəgəlinsin CD məsafəsini soruşur. Yaxşı. Biz artıq bilirik ki, bu parabolanın təpə nöqtəsinin koordinatları nədir? -4 və 3. Bu parabolanın təpə nöqtəsinin koordinatları da oldu nə? 4 ilə -3. Burada biz AB məsafəsini tapa bilirikmi? Bax, bu bir düz xətt üzərində yerləşən nöqtələr olacaqdır. A və B nöqtələri bir düz xətt üzərində yerləşən nöqtələr olacaqdır. Çünki deyir ki, bu parabolalar koordinat başlanğıca nəzərən bilinən nədir? Simmetrik yerləşir.
Burada olsun O nöqtəsi. AO məsafəsi nəyə bərabərdir? 5. BO məsafəsi də eyni qaydada Pifaqor teoreminə görə 5. O zaman AB məsafəsi nəyə bərabər oldu? 5. 5 və nəyə bərabərdir? 10'dur. İndi bizə nə lazımdır burada? C nöqtəsinin koordinatı. C nöqtəsinin koordinatını biz necə tapacağıq? Biz bilirik ki, burada x nəyə bərabərdir? 0'a bərabərdir. Bu C nöqtəsinin koordinatının apsisi nədir? 0'dır. O zaman x-ə burada 0 verəcək. Fx funksiyası üçün C nöqtəsinin koordinatını tapacaq. X bərabərdir 0 olduqda fx funksiyasında nə olacaqdır? Yəni f0'ımız nəyə bərabər olacaq? 4'də 1 vurulsun. 0 qoysaq burada 16. Düzdürmü? Üstə gəlinsin 3. Bu da nəyə bərabər olacaqdır? 7. Yəni C nöqtəsinin koordinatları nə oldu? X 0'dır, y-də nədir? 7. Yəni O-dan C-yə qədər məsafə nə qədərdir? 7. Aydın məsələdir ki, bu fx və gx funksiyaların qrafikləri koordinat başlanğıcı nəzərən simmetrik yerləşdiyinə görə bu D nöqtəsinin koordinatları nə olacaqdır? Olacaqdır 0, -7. Yəni burada nə olacaqdır? -7. C-dən D-yə qədər məsafəmiz nə qədər olacaqdır? CD məsafəsi nə qədər olacaq? 7 üstə gəlir 7. Bu da nəyə bərabərdir? 10'dur. Bizdən də nəyi soruşurdu? AB üstə gəl CD-ni soruşurdu. AB-ni neçə tapdıq? 10 tapdıq. CD-dəki neçə? 14. Bu da nəyə bərabər oldu? 24'dür. Bizim şalardan boşanlar var. 18-15 nəfər. Bizim şalardan. Bir Abdurrahman. Buranı silirəm. Loqaritmadan belə bir sual var. LG 5-ci dərəcədən kök altında 10 üstündə 2. Üstəgəl LG 3-cü dərəcədən kök altında 10'un kvadratı. Üstəgəl LG 5-ci dərəcədən kök altında 10'un kubu. Üstəgəl LG 3-cü dərəcədən kök altında 10 bərabərdir. Bu LG nədir bu? 10 üstündə neçədir? 5'te 10 üstündə 5'də 2. 10 üstündə 5'də 2. Bu nədir? LG 10 üstündə nədir? 3'də 2. Bu nədir? LG 10 üstündə 5'də 3. Üstəgəl bu da nədir? LG 10 üstündə 3'də 1. Loqaritma 10 əsasdan olduğuna görə loqaritma 10 əsasdan 10 üstündə 5'də 2 bizə nə verəcək? 5'də 2. Üstəgəl bu olacaq nə? 3'də 2. Üstəgəl bu nə olacaq? 5'də 3. Bu da olacaq nə? 3'də 1. Bu kəsirləri toplayacaqsınız. Cavabınızı tapacaqsınız. Hesablamaları eləməyəcəm uşaqlar. Düşünürəm ki, artıq imtihana gedən hər bir şagird bu sadə hesablamaları özü də yaza biləcəkdir. Növbəti suala keçək. Növbəti sualımız trigonometrik tənliklə bağlıdır. Özü süngerlər aparırsınız. 4, bir tane belki mən bunu yadda saxlaya bilmədim. 4 sinüs kvadratı x çıxılsın. 4 sinüs x üstə gəlməsin 1 bərabərdir 0. Burada biz sinüs x-ə bir t desək, sinüs x-ə bir t desək, nə alırıq burada? 4t kvadratı çıx 4t üstə gəlməsin 1 bərabərdir nədir? 0. Burada açıq-aşkar görsənir ki, 2 ədədinin tam kvadratını gətirmək olur. 2t çıx 1'in mötərizə kvadratıdır, bərabər 0. 2t çıx 1 bərabər 0, t də nəyə bərabərdir? 2'də 1. T nəyə demişik? Sinüs x-ə t demişik. O zaman sinüs x bərabərdir. 2'də 1 tənliyini həll eləməliyik. Ümumi həll qaydasından x bərabərdir. -1 üstündə k, arcsinus 2'də 1 üstə gəlməsin pi k. Sinüs 2'də 1'i neçə dərəcədə alır? 30 dərəcədə. -1 üstündə k, vurulsun pi bölünsün 6, üstə gəlinsin pi k. K da daxildir, tam ədədlər çoxluğuna.
Uşaqlar canlı yayımın linkini paylaşın. Qoy daha çox abituriyentə faydamız dəysin. Növbəti suala keçək. Deyir ki, müstəvi üzərində olmayan M nöqtəsindən, burada bir nöqtə var, M nöqtəsindən müstəviyə MK və MY mailləri çəkilmişdir. Bir dənə də MY maili çəkilir. Buradakı M. Bucaq, K bucağı 30 dərəcə verilmişdir. MK bərabərdir 6 cm. MY bərabərdir 2 cm. Olarsa bizdən soruşur nəyi? MY-ni. Bizdən MY-ni soruşur. Deməli, 30-60-90-ın xas hissəsinə görə üçbucaq MKN-dən nəyin qarşısındakı bizə verib? 90 dərəcənin qarşısındakı. 90 dərəcənin qarşısındakı haradır? MK. Bizə nə qədər verilib? 6 cm. O zaman 30 dərəcənin qarşısındakı haradır? MN. Nəyə bərabər olacaqdır? Yarısı. Olacaq nə? Bura oldu 3. Bu oldu üçbucaq MKN-dən. İndi ikinci. Üçbucaq MNY-dən. Üçbucaq MNY-dən. Fagor teoreminə görə MY nəyə bərabərdir? MY bərabərdir kök altında MN-in kvadratı üstə gəlinsin NY-nin kvadratı. Bu da bərabər olacaqdır. Kök altında 9 üstə gəl 4. Beləcə kök altında 13. Bir varsa orada bir dənə də bu prizmayla bağlı sondayım. Yan səthin sahəsi S yan bərabərdir 72. Hündürlüyü H bərabərdir 6 olan düz prizmanın oturacağının perimetrini tanıyın. Prizmanın yan səthin sahəsi uşaqlar nədir? S yan nəyə bərabərdir? P oturacaq vurulsu nədir? H-dır. Piramida ilə prizmanın yan sətlərini qarışdırın. Piramidada 2'də 1 P oturacaq vurusu nədir? H apofendir. Prizmada isə nədir? P oturacaq vurusu nədir? H-dır. Figurlarla da göstərək bir daha bu yardımımıza yaxşı qalsın. Deməli, prizmalar harada? Belə. Bu prizmanın düzgün beşdalı prizma fərqi yoxdur. Düzgün olmasın. Düzgün beşdalı prizmadır, görsənir bu. Bu prizmanın yan səthi sahəsi dedikdə nəyə nəzərdə tutulur? Bu yan üzlərdəki, bax, düzbucaqların sahaları cəmi. Yan üzlərdəki düzbucaqların sahaları cəmi. Bura H-dır, buradakı A-dır, düzgün beşbucaqlıdır. Məsələn, bu düzbucağın sahəsi nədir? A vurulsun H. Burada A vur H, burada A vur H, A vur H, A vur H. Deməli, nə qədər oldu? 5 dənə 5A vurulsun H. 5A da bizə nəyi verir? P oturacaq verir. Ona görə yazırıq. P oturacaq vurulsun H. Amma piramidada isə, piramidanın isə yan səthin sahəsini əgər tapsaq biz, məsəl üçün, bu yan üzvlərdəki üçbucaqların sahaları cəmi olacaq. Bu üçbucaq bura A-dırsa, buradan bura çəkdiyimiz hündürlük, bu yan üzünün hündürlüğüdür. Ona H apofem deyirik. Aydın oldu. O zaman bu üçbucağın sahəsi nəyə bərabərdir? 2'də 1 A vurulsun H apofem. Eyni qaydada bunların hamısı 2'də 1 A vurulsun H apofem. Bu da həmçinin, bu da həmçinin. 2'də 1 A neçə dənə? Məsələn, bu düzgün beşbucaqlı piramidadır. 2'də 1 5 dənə. 5 vurulsun, 2'də 1 A vurulsun H apofem. 5A'mız bizə yenə nəyi verir? Oturacağın perimetrini verir. Ona görə piramidanın, məsəl üçün, yan səthin sahəsini yazanda yazırıq. 2'də 1 P oturacaq. Yəni piramidada yan səthi belə tapılır. S nəyə bərabərdir? 2'də 1 vurulsun, P oturacaq, vurulsun H apofem. Yəni ki, piramidanın öz hündürlüğü ayrı, bu H apofem nədir? Onun yan üzünün hündürlüğüdür. Bu 2'də 1'i də yəni ki, unutmayın, səbəbində deyil. Amma bizdən prizma deyil burada. O zaman prizmanın
oturacağım perimetri bərabər olacaqdır 72 bölünsün 6 eləcə neçə 12. Yəni prizma ilə piramidaları qarışdırma yönü qəti. Bir yazıb kök altında 12. Niyə kök altında 12-dir? Ne sonradan düzeltme. Ha. Yaxşı. Keçək o biri sınava. Düşünürəm ki, bundan bu qədər bəhs edir. Düzdür. Ha? 34-cü sınavda. 30 baxamam. Görək də. Gördüm yox. Mən burada fərqli məsələlərlə başlayalım. Bunu silirəm, yazdınız bunu, qeyd elədiniz. Uşaqlar canlı yayın mübəyənin və paylaşın ki, daha çox abituriyentlər faydalansın. Bildiyiniz kimi martın 9-u neçə min abituriyent gedir, imtihana bilmirsiniz. Təqribən nə qədər olar? 50 min olar. Mən bu yama çoxdur verirəm. Hə? Keçən ilə nəzərəm çox. Yaxşı. Belə bir suala baxaq. Deyir ki, iki perpendikülər müstəvinin birindən 5 cm, digərindən isə 12 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni. Şunlar iki perpendikülər müstəvi üçün biz dediyində çəkəcək. 2 dənə perpendikülər düz xətt çəkəcək. Bu bizim üçün bəhs edir. Deyir, burada bir nöqtə var. Burada bir nöqtə var. Bu nöqtədən birindən 5 cm məsafədədir. Bu nöqtə müstəvilərdən birindən 5 cm məsafədədir. Digərindən isə deyir ki, nədir? 12 cm məsafədədir. 12 cm. Bizdən soruşur ki, bu A nöqtəsindən bu müstəvilərin kəsişmə xətti bax, buradan keçən bir xəttdir. Buradan keçən bir xəttdir. Bu kəsişmə xətti nə qədər olan məsafəni soruşur. Yəni ki, bu O nöqtəsinə qədər olan məsafəni soruşur. Düzcanın qarşı tərəfləri paralel və bərabər. Burada nədir? 12. O zaman Pifagor teoreminə görə o A-mız nəyə bərabərdir? 12-nin kvadratı üstə gəl 5-nin kvadratı. Bu da olacaq neçə? 13. Rəqin görsənir də. Hə? Belə bir tənlik var. Sinüs kvadratı x bərabərdir 1. Dərəcənin aşağı salınma üstünü yazsaq, 1 çıxılsa nə olur? Kosinüs 2x bölünsün 2 bərabərdir nəyə? 1-ə. Tərəf-tərəfdən 2-yə vursaq, 1 çıx, kosinüs 2x bərabərdir nədir? 2. Buradan da nə tapırıq? Kosinüs 2x nəyə bərabərdir? Mənfi 1-ə. Bu xüsusi həldir. Kosinüs mənfi 1 nə vaxt alır? 180 dərəcədə 2x bərabərdir. Pi, bir də üzərindən nə gəldikdə? 2pk gəldikdə kosinüs gəlir mənfi 1-ə bərabər olur. Tərəf-tərəfdən 2-yə bölsək, x nəyə bərabər olacaqdır? Pi bölünsün 2, üstə gələnsin pi k. Hədə daxildir, kameralar çox olur. Yok, 130 bin imtihan verir. 130 bin? 65 binde birinci sırada. 65 bin insan martın 9-u, yəni ki, birinci gün imtihana gedir. Hər birinə uğurlar arzulayıram. Bu canlı yayını linkini paylaşın ki, bu 65 bin abituriyentimizdən heç olmasa bir 60 bini faydalansın. 10 bin Bunu saymaq olur ki. Arada yazılar yuxarıda, altımızın yuxarısında. Elə 10 bin lira. bildin. 15 lira. Uşaqlar ekranı tıklayın və paylaşın. Yazdınız bunu, silirəm. Silim. Sildim. Belə bir sual deyir ki, həqiqi əmsallı bizə çevrilmiş kvadratənlik verilir. X kvadratı çıxsın 6x üstə gəlimi bərabərdir 0.
Bir tənin köklərindən biri x1 bərabərdir 3 çıxılsın 2 i olarsa n parametrinin qiymətini tapın. Buralar, həqiqi əmsallı dediyinə görə, həqiqi əmsallı olması üçün, əgər kvadrat tənin köklərindən biri kompleks ədəddirsə, o zaman ikinci kök nə olmalıdır? Bunun qoşması olmalıdır. Yəni ki, 3 üstəgəl nə olmalıdır? 2i olmalıdır. Digər tərəfdən, bir terimdən bilirik ki, tənin kökləri hasılı x1 vursun x2 nəyə bərabərdir? M. O zaman M buradan bərabər olacaqdır. M bərabər olacaqdır. 3 çıx 2i vurulsun 3 üstəgəlsin 2i. Bu da bərabərdir. 9 çıx 4i kvadratı. Biz bilirik ki, i kvadratımız nəyə bərabərdir? Mənfi 1-ə bərabərdir. Gətirir burada yerinə mənfi 1 yazsaq, 9 üstə gəlinsin 4. Bu da neçə olacaqdır? 13. Yazın qeydlərinizi götürün. Beş yazdım. Silivəm. Silivdi. Deməli, belə bir sual deyir ki, mərkəzi o 3 10 nöqtəsində olan və deyir ki, B3 8 nöqtəsindən keçən çevrənin tənliyini soruşur. Çevrənin tənliyi uşaqlar necədir? X çıx A-nın kvadratı üstəgəl Y çıx B-nin kvadratı bərabərdir nə idi? R kvadratı. Çevrənin A və B burada nədir? Çevrənin mərkəzinin koordinatları. Deməli, A bizə neçə verilir? 3, B-də neçə verilir? 10 verilir. Eyni cür yazaq. B-ni bizə neçə verilir? 10. O zaman çevrənin tənliyi olduğu X çıx 3-ün kvadratı düzün. Üstəgəl Y çıx 10-un kvadratı bərabərdir R kvadratı. Burada tapılmayan nədir? R kvadratı. Baxırsan bura, R kvadratı tapmamışıq da. Bizə deyir ki, çevrə bax, bu nöqtədən keçir. O zaman bu nöqtənin koordinatlarını bu nedir? Doğru bərabərliyə çevirməlidir. R kvadratımız bərabər olacaqdır. Yəni, X-in yerinə 3 yazacaq, Y-in yerinə nə yazacaq? 8. Olacaq, nə? 3 çıxılsın 3-ün kvadratı, üstəgəl 8 çıx 10-un kvadratı. Bu sıfırdır, bu neçədir? 4. R kvadratı olur. 4. O zaman ki, R lazım deyil bizə çevrənin tənliyi soruşur. X çıx 3-ün kvadratı, üstəgəl Y çıx 10-un kvadratı bərabərdir 4. Əgər bizdən soruşsaydı ki, bu çevrənin məsələn uzunluğunu tap, o zaman çevrənin uzunluq üsulundan istifadə edəcəkdir. C nəyə bərabərdir? 2 pi-dir. Məsələn desəydik. Aydın oldu. Növbəti sualın izahını. Pəncərəni biraz açıq qoymalısın. Deməli, bizə uşaqlar tərəddüzcalı uşaq verilir. Və deyir ki, MNY nöqtələri orta nöqtələrdir. Orta, yəni xəttlər çəkilir. Orta xəttlərdir. Yəni, buraya bərabər, burada buraya bərabər.
burada, buraya bərabərdir. Bucaq sində bizə verir 90 dərəcə. BC bərabərdir 8 cm olarsa, deyir ki, AC-nin uzunluğunu, bizə üçbucağın sahəsində verib, S üçbucaq M, N, Y bərabərdir 10 verilib, bizə soruşur nəyi? AC-ni. Bu orta nöqtələr olduğuna görə biz bilirik ki, bu orta nöqtələr bu ABC üçbucağın sahəsini neyir? 4 bərabər sahəli üçbucağa ayırır. İndi bura 10'dursa, aydın məsələdir ki, burada 10 olacaq, burada 10 olacaq, burada 10 olacaq. Ümumi üçbucağın sahəsi, yəni S üçbucaq ABC nəyə bərabərdir? 40. Və bu üçbucaq bizə verilir ki, düzcalı üçbucaqdır. Düzcalı üçbucağın saat üstündən istifadə etsək, 2'də 1 vurulsun, AC vurulsun, BC-ni 8 verib, tapmışıq 40. Düzdürmü? Bu da ixtisar getdi. AC-miz nəyə bərabər oldu? 10. Düz yazdım. 5 və 4 və 10. Növbəti sual. Perimetrləri cəmi 34 olan 2 dənə parallelogram verilib. Hansı ki, bunların diagonalları F parçası üzərindədir. 2 dənə parallelogram verilib. Şərtdə verilir ki, perimetrləri cəmi P1 üstəgəl P2 bərabərdir 34. Yəni bu poliqramların perimetrləri cəmi verilib. 34 verilib və AF bərabərdir. AF bərabərdir 13 olarsa, bizdən soruşur ki, P üçbucaq ABC üstə gəlinsin P üçbucaq CF M-dir tapın. Bura X olsun, burada olsun Y, bura olsun Z, burada olsun T. Bunların perimetri ne olur? 2 vurulsun X plus Y. Bunun perimetri ne olur? 2 vurulsun Z üstəgəl T. Neçə verilir? 34. Tərəf-tərəfdən 2'ye bölsək, X plus Y plus Z üstəgəl T nəyə bərabərdir? 17'ye. Bizdən nəyi soruşur? Bu üçbucağın perimetri ilə bu üçbucağın perimetrini. Bu üçbucağın perimetrini yazsa nə olur? X üstəgəl Y üstəgəl nə? AC. Bu üçbucağın perimetrini yazsa üstəgəl CF üstəgəl Z üstəgəl nə olacaqdır? Z üstəgəl bir dənə T. AC üstəgəl CF bizə nəyi verir? AF'i verir. AF'i də nə qədər verir? 13. X plus Y plus Z plus T'ndə neçə tapmışıq? 17. O zaman olacaq 17 üstəgəl necə? 13. Bu da olacaq 30. Üvəzgə edirsən? Aynen. Asan yapmışsan? Evet. Yüzlük bir yoksa içinde görmüşsün. Şaşırtıcı seçmiyorum. Zaman yazıyorsun. Özellikle de. Evet. Şuna bir de burada. Görürsən, mənə canlı yayınları da icazə verir. Bunu açmağa. Hə? Vaxtdan deyil, axıram. Baxın deyil. Belə. Şimdi səhərə qədər danışa bilərik də. Zıplama gəlməsin mən. Səhərə qədər danışa bilərik də. Biz səhərə qədər danışacaq. Görə qədər kimlər bizdən səhərə qədər qalacaq. 2 nəfər var bir mənə. Yaxşı. Belə yapdır, əman mən.
Ayaq çox. Üzr qrupda gelirlər ki, hamı izləsin. Onlar bax, gedib başını qoyub yatırlar. Saat ara neçədir ki, onlar yatırlar? Dünən ki, mənim deyir ki, hamı qursun izləsin. Boş-boş şeylərə baxırlar, şey olmasa bir suallar. Məndən qeyd alın. Bəzi sən elə deyən ki, deyir ki, qeyd alınır. Ancaq da tənə baxır. Yox. Burada da başqa problem deyil, nəysə. Belə bir sual, o bir sınavdan yazıram. Deməli, kompleks ədədlərə aid. Deyir ki, z kvadratı üstəgəl 4 böl z çıx 2i. Salam, gəlin, keçin. Z kvadratı üstəgəl 4 bölünsün, z çıxılsın 2i. Tamam, mən yazmışdım. Üstəgəlinsin, z kvadratı üstəgəl 16 bölünsün, z çıxılsın 4i. Bərabərdir 24 üstəgəlinsin 16i. Deyir ki, bərabərlik ödənən z kompleks ədədinin həqiqi hissəsini tapın. Yəni ki, nəyi soruşur? Real z. Uşaqlar, bilirsiniz ki, real z nə deməkdir? Z kompleks ədədinin həqiqi hissəsinin əmsalını soruşur. Əgər imaginary z soruşsa, imaginary z nədir? Xəyali hissəsinin əmsalını soruşur. Burada biz z kvadratı üstəgəl 4-ü necə yaza bilərik? Z kvadratı çıx 4i kvadratı yaza bilərik. I kvadratı bizə nə verir? Mənfi 1 verir. Onu biz buna əvəz edə bilərik. Məxrəcdə də z çıxılsın 2i. Üstəgəl burada da həmçinin z kvadratı çıx 16i kvadratı yaza bilərik. Bu üstəgəli bax bu mənfi i kvadratdan əvəz edirəm. Məxrəcdə də z çıxılsın 4i. Niyə bəs elə edirik? Çünki müxtəsər cümlə düsturuna görə qruplara ayrılacaq bu sürətlə məxrəc ixtisar gedəcəkdir. 24 üstəgəlinsin 16i. Bu bizə nəyi verir? Z çıx 2i, z üstəgəl 2i. Məxrəcdə də z çıxılsın 2i. Üstəgəl, burada da həmçinin z çıx 4i, z üstəgəl 4i. Məxrəcdə də z çıxılsın 4i. Bərabərdir 24 üstəgəlinsin 16i. Buradan ixtisar aparsaq, nə qalacaq burada? Z üstəgəl 2. Z çıx 2-lər ixtisarı getdi. Qaldı burada z üstəgəl 2i. Z üstəgəl 4. Burada da olacaq getdi. Z üstəgəl 4i bərabərdir 24 üstəgəl 16i. Z o da z oldu nə? 2z. Düzdürmü? 2i buradan, 4i də burada nə qədər edir? 6i. O tərəfə də keçirsək olacaq 24 2i, 6i. Yox, mənfi 6 olacaq. 16i'dən 6i çıxacaqsa nə qalacaq? 10i. Elə deyil. Tərəf-tərəfdən 2-yə də bölsək, o zaman z bərabərdir. Nə alırıq? 12 üstəgəlinsin. Neçə? 5i. Bizdən həqiqi hissəsinin əmsalını soruşurdu. Real z. Əmsal neçədir? 12. Xəyali hissəsinin əmsalını soruşsa 5. Əgər burada məsələn deyirəm, çıx 5 olsaydı uşaqlar, məsələn deyirəm, çıx 5 olsaydı, burada mənfimizi yəni qoymaq lazımdır. Əmsal nədirsə o, aydın oldu, işarəni yəni unutmuşsunuz. Sadəcə burada müsbətdir, yəni yazacaqsınız üstə ki, bura qədər, axırda o mənfini qeyd eləməyəcəksə üstə qeyd. Məsələn deyirəm, burada mənfi deyil, olanda yəni ki, onun işarəsini mütləq qeyd eləmək lazımdır. Həmçinin həqiqi hissəsinin əmsalındır. Yəni işarəsi necədirsə, olduğu kimi. Yazdınız. Silirəm. İllər demişəm, internetdə səndən gələr. Binanın qapısına qədər. İnşallah. Sildim. Logaritmadan belə bir sual var. Logaritma
2 əsasdan loqaritma 3 əsasdan loqaritma 5 əsasdan x bərabərdir 0 olursa bir tənliyi həll edin. Uşaqlar, bax, birinci bunu düşünün ki, bax, bu ifadənin yerində, bu mötərizənin yerində nə olsa, loqaritma 2 əsasdandır bu. Yəni, loqaritma 2 əsasdan neçə bizə 0 verir? Belə deyək. Loqaritma 2 əsasdan 2 üstündə 0 bizə nə verir? 0 verir də. Deməli, bax, bu ifadənin yerində nə var? 2 üstündə 0. Yəni, loqaritma 3 əsasdan, loqaritma 5 əsasdan x nəyə bərabərdir? 2 üstündə 0-a. 2 üstü 0-da bizə nə verir? 1. İstənilən ədədin üstü 0 bizə nə verir? 1. Bu, bir dənə metrizə getdi. İndi bunu düşünürük. Bu loqaritma 3 əsasdandır. Aydın oldu mu? Loqaritma 3 əsasdan neçə bizə 1 verir? Belə deyək. Loqaritma 3 əsasdan 3 nə verir bizə? 1. Deməli, bax, bu loqaritmanın yerində, loqaritma 5 əsasdan x-in yerində nə olmalıdır? 3 olmalıdır ki, bu bizə nə versin? 1 versin. Buradan da x nəyə bərabər olmalıdır? X 5-in kubu olmalıdır ki, bunun cavabı bizə nə versin? 3 versin. X neçə oldu? 125. Yəni, bu tip tənlikləri nə edirsiniz? Mərhələ bu şəkildə metrizələri yox edərək tapırsınız. Neçəncisi oldu? Bu, sonra 14. Yazdınız. Bir dənə də həm yazaq bu testdən. Deməli, bizə düzbucaqlı üçbucaq verilib və deyilir ki, nədir? Bu tənbələndir. Adi bizə verilir ki, tənbələndir. Buranı da verib 30. Adi tənbələndir. İndi burada sözlə qeyd edib adi tənbələndir. İndi sözlə qeyd edib məsələdir. Belə bu yazılsa belə artıq yəni bu bucaqların bərabərliyi göstərilirsə, aslında başa düşməlisin. Bu nədir? Tənbələn verilir də. Adi tənbələndir. AB bərabərdir 30. CD bölünsün DB bərabərdir 3 bölünsün 5'dir. Bizdən soruşur, S üçbucaq A, B, C-ni deyir, nədir? Tap. Biz bilirik ki, adi tənbələndirsə, o zaman nə yaza bilirik burada? Tənbələnin xassəsi necə idi? AC bölünsün AB, məsələn, AC bölünsün, təki AB yazmışamsa, bərabərdir, nədir? CD bölünsün, nədir? DB-dir. Fərqi yoxdur. AC bölünsün CD yazsınız, bərabərdir, nə yazacaqsınız? AB bölünsün, nədir? DB yazacaqsınız. Bu nisbət də bizə nə verilib? 3 bölünsün 5. Verilənləri yazsaq, o zaman AC bölünsün AB neçə verilib? 30. Bu da ki, neçə verilib? 5'də 3. Çarpaz vursaz, AC nəyə bərabər olacaqdır? 90 bölünsün neçə olacaq? 5'də neçə edəcək? 16 eləməz abi. 18 eləməz. 18. AC nəyə bərabər oldu? 18'e. İndi bizdən bu üçbucağın ABC üçbucağın sahəsini soruşur. Pifagor teoremindən siz BC-ni tapa bilirsiniz mi? BC nəyə bərabərdir? BC bərabərdir kök altında 30'un kvadratı çıx, nədir? 18'in kvadratı. Bu da olacaq 30 çıx 18 neçədir? 12. 30 da 18 neçədir? 48. Düzdür. Bu da ki 12 vurusun 4'dür. Bir dənə 12 çıxır oradan. Bir dənə də 2 çıxır. Neçə elədir? 24. BC də nəyə bərabər oldu? 24'də. Bizdən ABC üçbucağın sahəsini soruşur. Düzbucaqlı üçbucaqdır. Nədir? Katetlərin hasilinin yarısı. Olacaq 2'də 1 AC vurusu nə olacaqdır? BC. Bu da bərabərdir. 2'də 1 vurusun. AC'nin neçə tapmışıq? 18. BC'ni də 24 tapdıq. Bunları da x'lar apardınız, vurdunuz bir-birinə tapdınız. Bunu düz hesablaşırsa 12 vuruşudur. Yəni 12 çıxır, bir dənə 2'dən. Belə. İndi zamanı bax, belə hesablamaları eləməyi üstünlük verin. Yəni,
900 sən bilirəm, bunu kvadrata qaldırarsan, bunu çıxarsan, toplamı çıxmada səhv edə bilərsiniz də. Ona görə deyirəm ki, muxtasar rimat üsulundan bax belə istifadə edin ki, bu 30-dan 18 çıxdı, şimdi toplamı çıxmada səhv elə burada da səhv eləri fərqi yoxdur. Yəni çalışın bu hesablarında diqqətli olun da. Bir dənə də yazaq, yoxsa keçək o qeysnamı. Yazaq bir dənə də. Vektorların skaler hasılı bilirsin necə tapılır. Ha? 2 vektor verir, skaler hasılı şifat sualdır. Vektorların skaler hasılı dir tapılır. A vektorun koordinatları 4, 5, 1. B vektorun koordinatları verilir 1. Burada 2 dənə A vektor yazılıb, səhv yazılıb, bu B vektorun var. 1, -4, 4. Bir skaler hasılda. A vektoru vurursun, B vektoru nəyə bərabər? Koordinatlarla skaler hasılı nəyə bərabərdir? Uyğun koordinatlar bir-birinə vurulur, toplanılır. 4 vurulsun 1, 4, üstə gəl. 5 vur, -4, yəni -20, üstə gəl. 1 vurulsun 4, toplanılır və bu qayda da tapılır. Bunu belə kənara rəsmində də var. Sayaq, sınavı qoyun, rəsmində işbaqlar. O çıxmaqçı da yazdınız bunu, silirəm. Sabah bazar günüdür, pulunu israf edəcəksin. Düzdür. Belə deyil mi? Gedib evdən edəcəksiniz. Düzdür ya yox? Çoxluğa aid belə bir sual var. Bir A və 5 sonlu çoxluqlar üçün NA bərabərdir 5 vurulsun NB. NA çıxılsın B bərabərdir 26. NA kəsişir B bərabərdir 4. Olarsa bizdən soruşur NA birləşirdir B-ni tapın. B çoxluğun elementlərin sayına x desək, o zaman A çoxluğun elementləri sayı nə qədər olacaqdır? 5x. Düzdürmü? Şimdi burada özümüz için burada E'leri Venn diagram çəksək, olsun A çoxluğu, buradaki B çoxluğu. Kəsişmədə neçə dənə element var? Ortaq elementin neçə dənədir? 4 dənə. Yalnız A'ya məxsus olan elementlər neçə dənədir? 26 dənə. Düzdürmü? Sonra bizdən nəyi soruşur? Birləşmədəki elementlərin sayını soruşur. Bu NA birləşir nədir? B'dir. Yaxşı. A çoxluğun neçə elementi var? 5x. İndi B çoxluğun x elementi varsa, yalnız B'yə məxsus olan elementlər nə qədər olacaqdır? Məsələn, x çıxılsın nə olacaqdır? 4 olacaqdır. Acımasılar. A çoxluğun 5x elementi var. A çoxluğun neçə dənə elementi var? 26 üstə 4. Yəni 5x'imiz nəyə bərabərdir? 26 üstə 4. 5x bərabərdir nəyə? 30'a. X də nəyə bərabərdir? 6. So, x 6 olandan sonra altdan da 4 sonra neçə edir? Burada oldu nə? 2 dənə element. O zaman NA birləşir B nəyə bərabər olacaq? 26 üstə gəl 4, üstə gəl neçə? 2. Yazdınız. Deyir ki, ox kəsik kvadrat olan silindrin həcmi 54 pi kub santimetrdir. Ox kəsik kvadrat deyirsə, o zaman silindrin hündürlüyü nəyə bərabər olur? 2 yerə. Ox kəsidir kvadratdır. Silindrin ox kəsiyi nədir? Bir dəfə də onu göstərək sizin üçün. Mən elə çəkirəm ki, kvadrat olsun. Ox kəsidir ki, kvadratdır. Silindir bilirsə də, düz bucağının hər hansı bir tərəfi ətrafında fırlanmasından əmələ gələn nədir? Fırlanma cismidir.
Bu silindirin A, B, C, D. Bu ABC'de düzbucaqlısı. Bu silindir nə idi? Ox kəsiydi. Bura bilirsiniz ki nədir? 2R'dir. Buradakı nədir? H. Silindirin hündürlüyü. İndi bizə deyirsə ki, ox kəsiyi kvadratdır. Yəni bu ABC'de düzbucaqlısı bizə kvadrat deyirsə, deməli H nəyə bərabərdir? 2R'ə bərabərdir. Buna başqa deyirlər, bərabər tərəfli silindir. Belə yaza bilər. Ox kəsiyi belki belə deyirlər, bərabər tərəfli silindir. Məsələn, bərabər tərəfli konus deyə bilir, bərabər tərəfli konus. Bərabər tərəfli konus nədir? Ox kəsiyi nə olur? Bərabər tərəfli üçbucaq. Digər hallarda belə deyək, konus nədir? Daha bu düzbucaqlı üçbucağın hər hansı kateti ətrafında fırlanmasına əmələ gəlir. İndi burada bu konusun ox kəsiyi digər hallarda nədir? Bərabər yanlı nədir? Üçbucaqdır. Bərabər yanlı üçbucaq. Amma bərabər tərəfli konus deyirsə, o zaman bunun ox kəsiyi nə olacaqdır? Bərabər tərəfli üçbucaq olacaqdır. O zaman bunun doğranı nəyə bərabər? El nəyə bərabər olacaqdır? 2R'ə. Aydın oldu. Bərabər tərəfli silindirdə nədir? Ox kəsiyi kvadrat olan bir silindirdir. H nəyə bərabərdir? 2R'ə. Bizə deyir ki, həcm V bərabərdir 54 pi kub santimetr olarsa, deyir ki, silindirin hündürlüyünü tapın. Silindirin həcmi necə idi? Pi R kvadratı vurusun H. Konusun həcmi necə idi? 1/3 pi R kvadratı vurusun H. Yəni belə yadda saxlayın ki, konus və piramidalarda 1/3 var. Yəni biraz da belə deyək də, bənzərlik də var da. Məsələn, piramidalarda məsəl üçün, bax, bu nədir? Konus. Bu nədir? Piramida. Düzdür? Bax, bənzərliyi görürsünüz, yəni ki, onun müstəvsi, oturacaq müstəvsi üzərində olmayan bir nöqtə var. O nöqtədən elə bir, məsəl üçün, burada bu dairənin bütün nöqtələri çəkilib, birləşdirilib. Burada da bu beşbucağının təpə nöqtələri birləşdirilib. Bunun da həcmində nə var? 3/1 var. Burada da 3/1 S oturacaq vursun H-dır. Burada da 3/1 S oturacaq vursun H-dır. Amma bunun oturacağını biz bilirik ki, nədir? Dairədir. Ona göre olur da 3/1 pi R kvadratı vursun H. Amma burada məsəl üçün beşbucaqlıdırsa, beşbucağının saat üstü bizə lazım olacaq. Və yaxud da düzgün altıbucaqlı piramida verərsə, düzgün altıbucaqlının saat üstüdür. Və yaxud da üçbucaqlı piramida olarsa, bərabər tərəfli üçbucaqlı, düzgün üçbucaqlı piramida verilərsə, bərabər tərəfli. Və yaxud da hökmən dedi, düzgün üçbucaqlı olsun. Müxtəlif tərəfli üçbucaq veriləcək. İndi iki tərəf onlar arasındakı bucaq veriləcək, o zaman o saat üstündən istifadə ediləcək. Yəni hər ikisinin həcmində nə var? 3/1 S oturacaq vursun H var. Prizma ilə də belə deyək də, silindirin biraz bənzərliyi budur ki, hər ikisində, yəni nədir? Bu nədir? Prizma, bu da ki nədir? Silindir. Hər ikisində həcm necə tapılır? S oturacaq vursun H-dır. Amma bunun oturacağı bəlli məsələdir nədir? Dairədir, dairə olduğuna görə nə olacaq? Pi R kvadrat vursunlar. Məsəl üçün, bu beşbucaqlı prizma, bu prizmanın bir növüdür də. Hamısı beşbucaqlı prizma olmur ki. Üçbucaqlı prizma, dördbucaqlı prizma, altıbucaqlı prizma, yeddibucaqlı prizma, ola bilər ki, oturacağı trapesiya olsun, aydın oldu mu? Yəni, burada da nədir? S oturacaq olsun H-dır. Oturacaq hansı fiquru verilibsə, həmin figurun sahəsindən istifadə edəcək. Aydın oldu? Belə. Bunları da dedim ki, yadınızda qalsın. Pi R kvadratı vursun H bərabər nə qədər verilib? 54 pi. Pilər getdi. H-ın yerinə nə yazacaq? 2R yazacaq. Çünki bizə kvadrat deyirdi ox kəsiyi. O zaman H-ın yerinə 2R yazsaq nə olacaq? 2R kubu olacaq da. Düzdürmü? 2R kubu bərabərdir nəyə? 54-ə. 2-yə də böldük. R kubu bərabərdir 27-yə. R də nəyə bərabərdir? 3. Bizdən nəyi soruşurdu burada? Nasıl sanırdı? Nə burada? Nə burada? Hansı sanırdı? Silindirin hündürlüyü tap, H-ı soruşur. H da nəyə bərabərdir? 6. Məsəl üçün, silindirin yan səthin sahəsi soruşsa necə taparsınız? S-yan nəyə bərabərdir? S-yan nəyə bərabərdir? 2 pi R, burası nədir? H-dır. Bax, bu silindirin açılışı. Bura görsənir də yəqin. Görsənir? Bax. Burada bu dairə üstə oturacaq, bu da olsan altı oturacaq. Dairə boyunca bu düzbucağı asıl. Aydın oldu. Bu kağız yüksək, A4 yüksək. Nə olacaq? Bir dənə silindir əmələ gələcəklər. Aydın oldu mu? Bir dənə silindir. Biz bunu açsaq, nədir bu? Bir düzbucağı olur. Bu düzbucağı silindirin nəyidir? Yan səhətiniz, yan səhəti. Bu düzbucağın sahəsi, elə bu silindirin nəyidir? Yan səhətinin sahəsi. Burada iki dənə dairə də var da, indi burada dairələr yoxdur.
Aydın oldu. Ha, ona göre bak bu silindrin yan səthi sahəsi bak bu düz bucaqlı, bucağın uzunluğu bu dairə boyunca açıldığına göre bu dairenin çevresinin uzunluğu nedir? 2 pi r. Bu da ki silindrin hündürlüğü de. Aydın oldu mu? Ona göre düzalın sahəsi nedir? Uzunluğu vurursun n'yi. Ona göre ne olur? 2 pi r vurursun h. Başa düşürüyoruz. Saat neçədir? 21-21. Siz tanışmışsınız. Ben yo. Ha. Enteresan ya. Bana tanışmış. Şey ben. Evden almış. Ancak adam başına olsa çalışsın. Biz gördük. Hani? Adamların çıksın. Zıptayı çabacağını kurtulur da. Sonra senin canın kurtulur mənim bir. Yani ben geldim yani blok. Deyirəm ki, sənə infakt edəcəm, sonra gedəcəm. Yaxşı. Bu sualı deysən, səni bıraxacam. Hayır ben. Düz desən də yəni. De. Düz deməsən bıraxacam. Abi bundan sadə solda. Ne yaptın? Tanıdırsan. Yani orada pidin yerde 180 olur, 180 bölü 290. 190 doğru yani. Neyi yiyecek bu? Ya 90 çıksın. 390. Tabii ikiye de böldük. Aldık kaldı ki burada kosinüs pi bölünsün 2. Çıkısın ki x beraberdir. 2'ye de böldük oldu kökle 3 bölünsün 2. Sonra çevirme tutumunu tatbik edebiliriz de. Pi bölünsün 2 çıksın x. Çevirme tutumunu tatbik edersek. 90'larda trigonometri funksiyalar adını dəyişirdi. Kosinüs ne olur? Sinüse keçirdi. Sinüs kosinüse, tangens, kotangensə, tangensə. Düz demək. Və baxırıq hansı rübə düşür. O rüblərdə verilən funksiyanın işarəsinə görə baxırıq da, işarəsini qoyuruq. 90 dərəcədə kosinüs adını dəyişir. Olur mən sinüs x. 90 çıx x neçənci rübə? Birinci rübə düşür. Kosinüs birinci rübdə nədir? Müsbətdir. Ona görə elə müsbət qoyuruq. Sinüs x bərabərdir nədir? Kökdə 3 bölünsün 2 kəndiyini həll edəcək. Bu da ki, ümumi həllə x bərabərdir ümumi həll düsturu ilə mənfi 1 üstündə k arq sinüs a sinüs kökdə 3 bölünsün 2 nə vaxt olur? 60 dərəcədə 1 bölünsün 3 üstə gəlsin pi k. K da daxildir. Tam ədədlər çox normal. Aydın olur. Məsələn deyirəm, olsaydı kosinüs deyirəm ki 3 pi bölünsün 2 çıxılsın x. Yenə də adını dəyişdi. Oldu nə? Sinüs x. 90'larda da 270'lerde adını dəyişir. Amma bu neçənci rübə düşür? 270 çıx alfa ilə düşür. Üçüncü rübə. Kosinüs üçüncü rübə nədir? Mənfidir. Ona görə də burada mənfi qoyur. Aydın oldu. Yazın. Yazdınız. Silirəm. Şimdi bunu əgər yaddaşa qura bilsəm, hesabı boş bekarsınız da, boş, olmadı yəni boş onsuz baxarsınız yəni ki, bir təkrar olsun deyə, aydın oldu. Sıra belki sınavları bu, icabları var. Yerini birləşdirib, girişdirdən oradan baxarsınız. Belə sual deyir ki, x kvadratı üstə gəlinsin, y üstə gəl 4'ün kvadratı bərabərdir 25. Deyir, çevrəsinin absis oxu ilə kəsmə nöqtəsinin koordinatını tapır. Buralar absis oxu hansı oxudur? Absis oxu hansı oxudur? OX oxu. Ordinat oxu hansı oxudur? Bilirsiniz də, bu adları qarışdırmayın. Ordinat oxu hansı oxudur? OY oxu. Bir də nə var? Aplikat oxu. Belki ne diyeyim, OZ oxu, yani 3 ölçülü. 3 ölçüdə bizə OZ oxu da lazım olur da, 3 ölçülü koordinat müstəvisində bizə aplikat oxu da lazım olur. Nəysə, elə bu adları dedim ki, yəni ki, imtihanda qarşınıza çıxanda həyəcanlanmayın ki, bu adlar nədir də? Absis oxu OX oxudur, ordinat oxu OY oxudur, aplikat oxu da nədir? OZ oxudur. Bizə deyir ki, bu sualda deyir ki, absis oxu ilə kəsmə nöqtələrinin koordinatlarını tapın.
bu çevrəsinin absis oxuyla kəsilmir. Absis oxunu kəsəndə, ümumiyyətlə, bax, hələ 2 ölçüdə göstərirəm, 3 ölçünü demirəm. Tutaq ki, heç çevrə olmasa bir əyri, gəldi, tutaq ki, gəldi belə keçdi. Burada bu A nöqtəsində X oxunu kəsir, bu B nöqtəsində. Yadımdan çıxmışdı, elan edim ki, mənə tutacaq olmayın. Bax, A nöqtəsində X oxunu kəsir, B nöqtəsində də Y oxunu kəsir. Bu A nöqtəsinin koordinatlarına biz bilirik ki, Y nədir? 0-dır. B nöqtəsindən də biz bilirik ki, nədir? X 0-dır. Yəni ki, absis oxunu kəsəndə nə olur? Y bərabər 0 olur. Koordinat oxunu kəsəndə X nəyə bərabərdir? 0 olur. Aydın oldu? Yandırırız, danışın. Yox. Bunu söndürürsən, deməli tutacaq. A nöqtəsinin bizə də deyir ki, absis oxu ilə kəsmə nöqtəsini koy. Absis oxunu kəsdiyinə görə yazıram ki, o X oxunu kəsəndə nə olacaqdır? Y bərabərdir, nə olacaqdır? 0 olacaqdır. Y bərabərdir, nə olur? 0 olur. O zaman Y-ə 0 verəcəm. Olacaq nə? X kvadratı üstə gələnsin. Y-in yerinə 0 qoyduqda olacaq nə? 16 bərabərdir nədir? 25. X kvadratımız nəyə bərabərdir? 9. Hə? 9-a. X də nəyə bərabərdir? Plus minus 3. Plus minus 3. Təkcə mən 3-ün kvadrat 9 eləmir ki, mənfi 3-ün kvadratı. Deməli, bir nöqtə oldu. X mənfi 3 olduqda Y 0-dır. Bir də ki, və X 3 olduqda nədir? Y 0-dır. Aydın olur. İmtihanda bir nöqtə ki yazarsınız, qapalı sual olsa bunu da verər, tutaq bunu da verər, ayrı-ayrılıqda. Hə? Və yaxud da açıq sual olsa, tutaq ki. Nədir? Dondu canım. Onu bir dənə düzəldim. Tamam, yani o bir tane hazırlıksa. Bu nədir ki? Hazır. Hansını vurum? Gəl, sən İşte gəl. aşağıdan. Sən gəl. Fırat, sən al. Onu yerine yedim. O nədir ki? Sonra. O nə idi ki çıxmışdı? Ben vaxt uzunamaz da, Ha. deyir ki, Hə, bildim, başa düşdüm. şey olmaz. Hə, uşaqlar açıq sual təqdim edirlər. Bu nöqtələrdən birini qeyd edəcəksiniz, birini qeyd edərsiniz, bazı keçəcəklər. Başa düşdünüz? Yəni, haqlar da var da, sən demək istəyirsən ki, yalnız 3-ün kvadratı 9 edir. Belə çıxır da sən deməklə, aydın oldu. Mənfi 3-ün də kvadratı 9 edir də. Belə deyil, buna görə hər ikisini qeyd etmək lazım. İndi bu görsənir, yoxsa görsənir? Sən də deyirəm, telefonu görsənir. Nədir? Onlar ancaq belə şeylər yapsınlar. 20 min elədim mən. Geçen ay. TikTok məni atacaq olur da. Yavrum böyle olmaz. Yaxşı. Bir dənə də tək və cüt funksiya edək. Sonra bakayım. Doğruyum nədir? Sana dedim də sualı düz cavabı səni buraxıram. Masam sağ ol. Bu deyəmədin abi. Burada çətin sual olmur ki. Yaxşı. Deyir ki, uşaqlar, fx və gx cüt funksiyadır. Px və qx isə deyir ki, tək funksiyadır. Bizə verilir f mənfi 5 bərabərdir 3, g mənfi 7 bərabərdir 8, p 4 bərabərdir 3, q mənfi 2 bərabərdir mənfi 3 olarsa, bizdən bunu soruşur. f5 vur g7 üstə gəl p mənfi 4 bölünsün q2. Deyir, bunu tanı. Uşaqlar, biz demişdik ki, əgər fx cüt funksiyadırsa, yəni biz bunu bilirik ki, cüt funksiyanın üçün nə bilirik? F mənfi x nəyə bərabərdir elə? fx-ə bərabərdir. J üçün də həmçinin. Məsələn, px tək funksiyadırsa, p mənfi x nəyə bərabərdir? Mənfi px-ə bərabərdir. Məsəl üçün, nümunə göstərirəm. Px bərabərdir, məsəl üçün, x kubu, sadə bir tək funksiyadır.
Bax, x-in yerinə mənfi qoyduqda, x-in yerinə mənfi qoyduqda nə olur? Mənfi x-in kubu, hə? Mənfi ədədi 3 dəfə üzrə vuranda nə olur? Mənfi x kubu həqiqətən də nə olur? Mənfi qırağa çıxır. Amma məsəl üçün fx üçün deyirəm, deyir ki, cüt funksiyadır. Fx bərabərdir, məsəl üçün deyirəm, x üstündə 4, üstə gəlinsin x kvadrat. Görsənmir. Hə, görsənmir? Hə, burada yazıram. Fx məsəl üçün deyirəm ki, bərabərdir x üstündə 4, üstə gəlinsin x kvadratı. Cüt funksiyadırsa, f mənfi x nəyə bərabərdir? Mənfi x üstündə 4, üstə gəlinsin mənfi x-in kvadratı. Mənfi ədədi 4 dəfə üzrə vuranda müsbət, 2 dəfə üzrə vuranda müsbət oldu və həqiqətən də elə olduğu kimi alınır. Yəni ki, cüt funksiyalarda x-in yerinə mənfi x qoyduqda funksiyanın özü alınır. Tək funksiyalarda x-in yerinə mənfi qoyduqda nə alınır? Tam əksi alınır. Əgər nə özü, nə də ki, tam əksi alınmırsa, o zaman biz ona deyirik ki, nə tək funksiya, nə də cüt funksiya. Məsələn, deyirəm ki, belə bir funksiya tutaq verilir, hx deyirəm ki, bir funksiyası verilir. Deyirəm ki, x kubu üstə gəlinsin olsun, tutaq ki, x-in kvadratı. Aydın oldu? Hə, məsəl üçün, h mənfi x nəyə bərabərdir? Mənfi x-in kubu üstə gəl nə? Mənfi x-in kvadratı. Bu da bərabərdir mənfi x kubu, amma mənfiyə də 3 dəfə üzrə vuranda mənfi olur, 2 dəfə üzrə vuranda müsbət olur, x-in kvadratı. Özü alınmadı ki, yox. Tam əksi də alınmadı, çünki burada əksi alındı, amma burada əksi alınmadı, düzdürmü? Nə özü alındı, nə tam əksi alındı, bu nədir? Nə tək, nə də cüt funksiya. Və yaxud da olsun belə bir funksiya. Tutaq ki, yx funksiyası deyirəm, belə bir funksiya verilir, məsəl üçün deyirəm, x kubu üstə gəlinsin, məsəl üçün 5. Yenə də həmçinin. Bax, x-in yerinə mənfi x qoyduqda nə olur? Mənfi x-in kubu üstə gəlinsin 5 olur. Da düzdürmü? Hə? Özü alınmadı, tam əksi də alınmadı. Düzdür? Ona görə bax, bu funksiyalara deyirəm, nə tək funksiya, nə də cüt funksiya. İndi bunu silirəm. Bu təriflərdən istifadə edərək bu qiymətləri biz tapacağıq. Bu kəsirdə verilən qiymətləri tapmalıyıq da. fx bizə deyir ki, cüt funksiyadır. O zaman elə bu nəyə bərabərdir? F5 burada var. Elə bu nəyə bərabərdir? F5-ə bərabərdir. Düzdürmü? Jx necə funksiyadır? O da cüt funksiyadır. Elə bu nəyə bərabərdir? J7-yə bərabərdir. Düzdürmü? Px necə funksiyadır? Hə? Tək funksiyadır. P-4 var mı? Bəli. O zaman P-4'ümüz nəyə bərabər olacaqdır? P-4'ümüz -3-ə bərabərdir. Çünki P4'ümüz 3-dürsə, hə? P4'ümüz neçə verilib? 3. Tək funksiya olduğuna görə P-4 -3-ə bərabərdir. Eyni qaydada Qx də tək funksiyadır. Q-2'miz -3'dürsə, o zaman Q2'miz nəyə bərabər olacaqdır? Hə? 3 olacaqdır. İndi qiymətləri tapdıq, gətirək yerinə qoyaq. F5 nə qədər verilir? 3. Düzdür? Hə? J7 nə qədər verilir? 8. 3 vur 8, üstə gəl. P-4 neçədir? -3'dür, ona görə çıxaq 3 yazıram. Q2 neçə verilir? 3. Bunu da hesablasanız, taparsınız ki, bunun qiyməti neçədir? Aydın oldu. Onu da dedik. Burada müstəqdən neyini şəkil? Nerede danışdırdım ben? Bu sınavda getdikdə Aşık bunu da diğer sonra da yekunlaşdıraq. Ha? Yaxşı. Yazdı sevirəm da. Sən yazın. Yaxşı. Deyir ki, x kvadratı çıx 5x üstə gəl 2 bərabərdir 0 tənliyinin kökləri x1 və x2 deyir bu tənli kökləri olarsa, tənli kökləri x1 və nədir x2'dir. Deyir ki, kökləri 1 bölünsün x1 və 1 bölünsün x2 olan kvadrat tənliyi qurur. Bu hesablamışdınız. Hə. Deməli, qayda olaraq şuraları yadda saxlayın. Təbii ki, biz buna bir terim tətbiq edərək, yəni uzun yoluna yaza bilərik, amma ehtiyac yoxdur. Qayda olaraq yadda saxlayın ki,
Bizə əgər verilən tənliyin köklərinin tərsi olan kvadrat tənliyi soruşursa, bəli, aynən C-ni nə etmək lazımdır? Yerini dəyişmək lazımdır. Yəni ki, bizə buradakı tənlik verilib ax kvadrat üstəgəl bx üstəgəl c bərabər 0 şəklində. Bu tənliyin köklərinin tərsi olan kvadrat tənliyi qur deyirsə, b-ni olduğu kimi saxlayırsınız, c və a parametrlərin yerini dəyişirsiniz. Yəni ki, a gəlir c-nin yerinə, c də gəlir a-nın yerinə. Olacaq cx kvadratı üstəgəl bx üstəgəlsin a bərabər c. Yəni ətraflı sual kimi də düşsə, belə də yaza bilərsiniz ki, elə biz qaydaya əsasən yaza bilərik ki, bizə bu kvadrat tənliyin, verilən kvadrat tənliyinin köklərin tərsi olan kvadrat tənliyi qurmaq tələb olunursa, nə edirik? B əmsin, o sözlə bunu qeyd eləməlisizdə, B parametrinin olduğu kimi saxlayırıq, A və C parametrlərinin yerini nə edirik? Dəyişirik və bu şəkildə yazırsınız. Yəni, burada heç kəsə simvolları kəsə bilməz. Burada heç bir şey səhv deyil. Başa düşürsünüz? Belə. İndi bizə də bu tənlik verilir. A neçədir burada? A 1-dir, B mənfi 5-dir, C neçədir? 2. Deməli, o zaman axtarılan tənliyin, yəni bu tənlik kökləri, bax, bu olan kvadrat tənliyi biz quranda nə yazacaq? Olacaq 2x-in kvadratı, B olduğu kimi qalacaq. Çıx 5x, A 1 idi, o gəldi 2-nin yerinə, üstəgəl 1 bərabərdir 0 şəklində olacaqdır. Aydın oldu. Yanmıram, məsəl üçün, açıq sualda, ətraflı sualda bunu versinlər. Versələr belə yaza bilərsiniz. Heç kəsdə ixtiyarı yoxdur ki, sizin balınızı orada kəssin. Yəni, düşünə bilərsiniz ki, bir dənə qısa yoldur bu. Əlbəttə qısa yoldur. Uzun yolu var. 1 bölünsün x1-ə t1 deyəcək, ona da bir t2 deyəcək, vektörünü tətbiq edəcək. Yəni, yazacaq ki, heç bir problem yoxdur. Sadəcə, bizə niyə lazımdır ki, biz burada boş-boş orada vaxtımızı itirək? Aydın olur. Belə. Yazdınız? Yazdım. Sonra bir dənə də trigonometri tənlikdən yazaq. 8 sinüs x kosinüs x vur kosinüs 2x vur kosinüs 4x bərabərdir 1. Deyir ki, tənliyinin 0 tənliyinidir ki, 0 pi bölünsün 2 aralığındadır. Neçə kökü var? Köklərin sayını soruşur. Neçə kökü var? Bu aralıqda neçə kökü var? Dolar, siz bilirsiniz ki 2 sinüs alfa vur kosinüs alfa bizə nəyi verir? Sinüs 2 alfanı verir. Düzdürmü? Bu 8-in tərkibindən oradan 2 qurumunu ayırdım elə bir. Qaldı nə? 4. 4 vurulsun 2. Problem yoxdur ki. Sinüs x vur kosinüs x vur kosinüs 2x vur kosinüs 4x bərabər nədir? 1. Və buradan bura qədər. Bizə bunu verirmi? O zaman yazacağım 4 vurulsun sinüs 2x vur kosinüs 2x vurulsun kosinüs 4x düzdürmü? Bərabər nə? 1. Yenə də eyni qaydada bu 4-dən də 2 qrupunu özünün üstünə ayırsaq nə yazarıq? 2 vurulsun 2 yaza bilərik. 2 vur 2 vur sinüs 2x vur kosinüs. Şuayı yazaram, başa düşməli üstündə yazaram. Kosinüs 2x vurulsun kosinüs 4x bərabər nədir? 1. Yenə də baxışarlar bu bizə buradan bura qədər nəyi verir? Sinüs 4 alfa. 4x. 2 vurulsun nə oldu? Sinüs 4x vurulsun nə? Kosinüs 4x. Bu da nəyə bərabərdir? Yenidən bu bizə nəyi verdi? Artıq üstə asasan sinüs nə? 8x bərabər nə oldu? 1. Bu da ki, xüsusi həldir. Sinüs 1-in neçə dərəcədə alır? 90 dərəcədə. O zaman bura görsənir. Yəni birinci uşaqlar 8x-i tapmalısınız. X yoxdur burada. 8x. Aydın oldu mu? Yəni x olsaydı yazarım x bərabər. 8x-də 8x. 8-də 1 x olsa yazacağım 8-də 1 x. 8x bərabərdir. 90 dərəcədə alır. Pi bölünsün 2. Üstə gəlsin 1 də üzərindən dövürlərini gəldikdə. Görürsən mi? Üstə gəl 2 pika. 8-ə bölsək x nəyə bərabər olacaqdır? Pi bölünsün 16, üstə gələnsin pi k bölünsün 4. K da daxildir, tam ədədlər sorğulanır. İndi biz k-ya qiymətlər verəcəyik və bu parçaya düşən köklərin sayını axtaracaq. K-ya qiymətlər verəcəyik
K məsələn 0 olduqda buranı silirəm. 0-90 dərəcə arasında deyirdik yəni bu. K-ya qiymətləri verirəm. K bərabərdir 0 olduqda düşür, bəli. K bərabər 0 olduqda x 1 nəyə bərabər olur? Elə pi bölünsün 16. O da ki, nədir? 0-90 dərəcə arasında düşür də. Elə deyilmi? 180-i 16-ya böləndə təqribən neçə edəcəkdir? 11 tam desən, hə? Elə deyilmi? Düşür də. K bərabərdir 1 olduqda x bərabərdir, x2 bərabər nə olacaq? Fikirləşin, pi bölünsün 16, üstə gəlsin, k1 isə pi bölünsün 4. Yaxşı olar ki, bunu dərəcələrə çevirsəz özüsün daha rahatdır. Bu 45 dərəcədir, bu da ki 11 tam neçə dərəcə. Toplayanda yenə də 0-90 arasında düşür. Burada plus qoyuram. Aydın oldu mu? K bərabərdir, məsəl üçün 2 olsa nə olacaq? Fikirləşin, k bərabər 2 olduqsa, x3 bərabərdir. Pi bölünsün 16, üstə gələnsin, k-nı yerinə 2 qoyduqda burada nə olur? Pi bölünsün 2, təbii ki, düşməyəcək. 90-ın üzərinə neçə dərəcə gəlsən, artıq 90 dərəcəni aşacaqdır. Bizə də deyirdi ki, 0 dərəcə ilə 90 dərəcə arasındakı köklərin sayını tapın. Neçə kökü var? Artıq bu düşmədi. Aydın oldu. Buradan o tərəfə artıq qiymət verməmciyin mənası yoxdur. Bəs k-ya mənfi qiymət verə bilmərəm. Verək. K-ya mənfi bir qiymət verəndə nə olacaq? Aydın məsələdir. Məsələn, k bərabərdir. Mənfi 1 çünki k hara daxildir? K daxildir. Hara? Tam ədədlər çoxluğuna. K-ya mənfi 1 versən nə olacaq? Olacaq pi bölünsün 16, üstə gələnsin yox, çıxılsın olacaq. Pi bölünsün nə? 4. 11-dən də 11 tam neçə dərəcədə 45 dərəcə çıxsa, təbii ki, nə olacaqdır? Mənfi olacaqdır, ora düşməyəcəkdir. Bizə də nə edir ki, 0-90 dərəcə arasında. Artıq k-nın mənfi qiymətləri də mənim üçün maraqlı deyil. Deməli, neçə kökü oldu bu parçada? 2 dənə kökü. Artıq getdik, bu da belə. Aydın oldu. Evet, başa düşməyəm. Uşaqlar çünki evdə oturur, sınavların yanına baxmaq istəmirlər, yəni. Bir də mən dursun. Neçə nəfər var çıxar? Gözlə bir daş desin. Allah, nəsə bekliyoruz. Yazdınız. Yazdırsa silirəm. O pəncərənin çıxsın. Siz oturun, sulla danışın. Hansına gələcək? Onu bildirik. Yaxşı. Sonra deyək. Deyir ki, n parametrinin hansı qiymətində A nöqtəsinin koordinatları verilib, 2n üstə gəl 3n çıxılsın 4. Deyir ki, nöqtəsi, deyir bu nöqtəsi, deyir ki, x kvadratı üstə gəl y kvadratı çıx 4nx çıx 6ny üstə gəl 13n kvadratı bərabərdir 25 çevrəsinə aid olar. N parametrinin hansı qiymətində bu çevrəyə nədir? Deyir, aid olar. X2. Deməli, uşaqlar, toplananların yerdəşikdə nə olacaq? Cəm dəyişməyəcək. X kvadratı çıxsın 4nx. Qruplaşdırma aparıram belə. Fərqlənsin. Üstə gəlsin. Yəni ki, burada mən 2 ədinin kvadratını ayırmaq istəyirəm. Y kvadratı çıxsın 6ny. Heç nə dəyişmədik? Yoxdur. Üstə gəl 13n kvadratı bərabər nədir? 25. Bax, bu 13n kvadratı parçalayıb hərəsini göz verərəm. Yoxdur, indi yazıram. Bu 2-yə bölürəm. Bilirəm ki, burada nəyin kvadratını yaratmaq olar da? X çıx 2n mötərizə kvadratının. Açılışında nə var? X kvadratı çıx 4nx. Üstə gəl nə var? 4n kvadratı var. Çıx 4n kvadratı yazıram ki, ifadəmiz dəyişməsin. Misal dəyişə bilmərəm onu. Burada da həmçinin 6-nı 2-yə bölürəm, bilirəm ki, y çıxılsın 3n-in mötərizə kvadratını yaratmaq olar. Düzdürmü? Niyə belə edirəm? Çevrənin tənliyinə söhbət edir. Mən
Bu çevrənin tənliyinə gətirməliyəm də. X minus A-nın kvadratı üstə gəlir Y minus B-nin rahat olsun belə. Belə indidən də yerdə qoya bilərsiniz, heç bir problem yoxdur. Y çıxsın 3N-in kvadratı düzdür. Üstə gəl burada 9N kvadratı var. Çıx nə olur? 9N kvadratı yazıram ki, ifadə dəyişməsin. Üstə gəl bir dənə var. 13N kvadratı bərabərdir 25. Mənfi 4N kvadratı, mənfi 9N kvadratı, elədi mənfi 13N kvadratı, bununla bu isra olundu, getdi. Qaldı burada çevrənin normal tənliyi. X çıxılsın 2N-in mötərizə kvadratı, üstə gəl Y çıx 3N-in mötərizə kvadratı bərabərdir nəyə? 25-ə. İndi bizə deyir ki, bu nöqtədir, bu çevrəyə aiddir. Deməli, bu nöqtənin koordinatları bu çevrənin tənliyini ödəyir. Yəni, bu çevrə bu nöqtədən keçir. Aydın oldu. Məsələn, çevrətdəki gəlir buradan keçir belə. A nöqtəsindəki, bax, tutaq ki, buradadır. Aiddir, o deməkdir ki, bu A nöqtəsi bu çevrə üzərində yerləşir. Yəni, bu deməkdir ki, A nöqtəsinin koordinatları bu çevrənin tənliyini doğru bərabərliyə çevirir. X-imiz neçədir? Bu X-dir, bu da nədir? Y-dir. 2 nö üstə gəlir. Gətir bunu yerinə yazanda nə olur? Fikirləşin. 2 nö üstə gəl 3, çıxılsın 2 nö. Bunun kvadratı üstə gəl. Y2 yerinə də bunu yazanda 3n çıxılsın 4, çıx 3-ün bunun da kvadratı bərabərdir. Nə aldıq? 25. Bunlar getdi, bunlar da getdi. 9 üstə gəlməsi neçə? 16 bərabərdir 25. Buradan da aldınız ki 25 bərabərdir 25. İndi biz buna cavab nə yazaq? Ətraflı sualdır, açıq sualdır. Biz 25 bərabərdir 25 aldıq. Biz yaxşı buna cavab nə yazaq? Nə yazacaqsınız? Bəli, yəni yəni bu doğru bərabərlikdir. Bu yanlış bərabərlik deyil ki. Bəli, 25 25-ə bərabər deyil ki. Bərabər deyil. Bu hər zaman doğrudur da. Yazacaq ki, n daxildir mənfi sonsuzluqdan müsbət sonsuzluqdan. Aydın oldu, n-in istənilən qiymət. Hətta sözlə yazsaz, n-in istənilən qiymətlərində. Əgər məsələn deyirəm, alsaydınız tutaq ki, 24 bərabərdir 25, tutaq ki, hesabladınız, çıxdınız, amma diqqətli hesablamalı. Yəni, misal elə verilsəydinizə, sonunda alınsaydı tutaq ki, 24 bərabərdir 25, nə deyəcəkdiniz? N-in heç bir qiymətizdir. 24-25-ə bərabər ola bilər ki, yox. Bu bərabərsizlikdə bax, belə şeylər var. Məsəl üçün, tutaq ki, bərabərsizlik həlləmsən, bərabərsizlik həllərini topladın, çıxdın, oxşar əlləri islah elədin, aldın, tutaq ki, məsəl üçün deyirəm, 24 kiçikdir almışsan 25. Bu yanlış bərabərsizlikdir ki, yox. Bu hər zaman doğrudur. N-in istənilən qiymətində. Əgər məsəl üçün alsaydınız burada bərabərsizlik deyirəm, 25 kiçikdir, 24 bərabərsizliğini alınsa, onda deyəcəksiniz ki, boş bərabərsizliyin həlli yoxdur. N-in heç bir qiymətdə doğru deyil bu. Yəni, bərabərsizlikdə də eyni zamanın bərabərliklərdə bax, belə şeylər qarşınıza çıxa bilər, aydın oldu. Yəni, doğru bir şeydirsə, deyirsən, n-in istənilən qiymətində, yanlış bir şeydirsə, deyirsən ki, n-in heç bir qiymətində. Aydın oldu. Bunu da dedik, məncə bəhs edəyər. Bu nətər söndürürlər? Yukarıda söndürmüş. Yaddaşa qurmaq nətərdir? Bir yaddaşa qura bilirsən. Mən bilmirəm. Bilmirsən, bəs dedim, mən bilirəm axı. Mən Keçmədim. dedim, olurdu. Söndürəndən sonra deyəsən ayarlardan canlı yayınlara girib orada başladı canlı yayınlar kaydedilir. Deyir ki, canlı yayın sonlandırsa, başqa yararlı ilə canlı yayın açmağa da cayda edə bilərsiniz. Və sonra biz onu nətər yaddaşa alacaq? Bir dəqiqə. Deyəsən, mən söndürəndə olurdu. Dəqiq. Bir də baxaq buna. Bu 3 dənə nöqtə. Canlı yayın mədəlləri. Fasla verin. Fasla vermək də varmış burada. İndi gördüm. Başqa bir şey yoxdur burada. Yəqin ki, oradandır. Nəsə də oradan oldu, olmadı da. Neynədik? Biz söndürürük bunu.